Azərbaycanda ətraf mühitin mühafizəsi dövlət səviyyəsində vahid sistem üzərində təşkil olunur. Bu sahəyə ümumi rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Nazirlik ölkə üzrə təbiətin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi və ekoloji tarazlığın təmin olunması istiqamətində geniş fəaliyyət göstərir. Ətraf mühitin mühafizəsi işi mərkəzi və regional səviyyələrdə təşkil olunur. Nazirliyin tabeliyində fəaliyyət göstərən regional ekologiya və təbii sərvətlər idarələri respublikanın bütün bölgələrini əhatə edir. Hər bir regional idarə öz xidməti ərazisində monitorinqlər, reydlər və maarifləndirici tədbirlər aparır. Bu idarələrin əsas vəzifələri atmosfer havasını və torpağın çirklənməsinin qarşısının alınması, sənaye və məişət tullantılarının idarə olunması, meşələrin biomüxtəlifliyin və yaşıllıq fondunun qorunması daxildir. Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Milli Hidrometeorologiya Xidməti, Bioloji müxtəlifliyin qorunması xidməti, Geoloji Kəşfiyyat Xidməti və digər qurumların birgə işi ilə həyata keçirilir. Respublika ərazisində aparılan ekoloji nəzarət tədbirlərinə ekoloji monitorinqlər, təmiz hava və təmiz sahil aylıqları, təlimlər və maarifləndirmə aksiyaları daxildir. Nazirliyin nümayəndələri bildiriblər ki, bu sistemin əsas məqsədi təbiətdə insan təsirini minimuma endirmək, ekoloji tarazlığı qorumaq və gələcək nəsillər üçün sağlam mühit formalaşdırmaqdır. Bu mövzu ilə bağlı Ekologiya AZ-ın əməkdaşları paytaxt və bölgələrdə çəkilişlərə başladı. Məqsəd Ekologiya Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər və mövcud problemləri işıqlandırıb ictimaiyyətə çatdırmaqdır. Əməkdaşlarımız bir saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində müşahidələr apararkən, idarə əməkdaşlarının da bölgələrdə aktiv reydlər təşkil etdiyini şahid olublar. Belə ki, aparılan tədbirlər nəticəsində qanunsuz qum-çınqıl çarxanalarının fəaliyyəti tam şəkildə dayandırılıb. Bundan əlavə, Ekologiya AZ, bir saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, bir saylı regional meşə təsərrüfat mərkəzinin və 11 saylı regional meşə təsərrüfat mərkəzinin əməkdaşları birgə reydlər təşkil etdiyini və sakinlərlə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici söhbətlər apardıqlarını şahid olublar. Əməkdaşlar tərəfindən meşələrin atmosfer havasının və torpağın çirklənməsinin qarşısının alınması, eləcə də qanunsuz çarxana fəaliyyətlərinin dayandırılması istiqamətində tədbirlər görülür və müvafiq protokollar tətbiq olunur. Əməkdaşlarımızın müşahidələri zamanı bir saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının Lənkəran, Masallı, Lerik və Astara rayonlarında apardığı monitorinqlər zamanı qanunsuz yolla ovlanmış quş ətlərinin satışını həyata keçirən bəzi restoranlar aşkarlanıb. Həmin obyektlər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bir saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov əməkdaşlarımıza bildirib ki, reydlərimiz davam edir. Mütəmadi olaraq sakinlərlə tərəfimizdən ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici söhbətlər aparılır. Qanun pozuntuları olarsa, operativ formada aradan qaldırmağa çalışırıq. Ekologiya AZ bildirir ki, bölgələrdə ətraf mühitin mühafizəsi ilə bağlı çəkilişlərimiz davam edir və növbəti reportajımız 8 saylı regional Ekologiya Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində olacaq. Dilbər Vüqar qızı, Niyaməddin Əşrəfov, Bölgə TV.